Şirvan Mahmudovun tərcümeyi halı. Mahmudov Şirvan Yusif oğlu 1936-cı il Ağsu rayonunun Ərəb Sərvan kəndində doğulmuşdur. Atası Mahmudov Yusif Azay oğlu Ağsu rayonunun Ərəb Sərvan kəndində doğulmuş, müxtəlif illərdə Ərəb Sərvan, Ərəb Mehdibəy və Padar kəndlərində kolxoz sədri, kənd soveti sədri işləmiş. 1976-cı ildə vəfat eləmişdi. Anası Mahmudova Qəmər Abdulxaliq qızı Şamaxı şəhərində doğulmuş. Uşaq olarkən ailəsi ilə birlikdə 1918-ci il erməni cəlladlarının Azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar zamanı Ağsu rayon Ərəb Sərvan kəndinə köçmüş. Orada məskunlaşmış və ailə həyatı qurmuş. 1985-ci ildə vəfat eləmişdi. Ailə 5 nəfər uşaqdan, 3 qardaş, 2 bacı, Ötər, Talıb, Şirvan, Şəmsi və Qənirə ibarət olmuşdu. Böyük qardaşı Ötər Yusif oğlu Mahmudov Kürdəmir Nəzarət Komitəsində, Ağsu şəhər partiya komitəsində 2-ci və 3-cü katib, Ərəb Sərvan kənd soveti sədri və başqa məsul vəzifələrdə işləmiş. 1998-ci ildə vəfat eləmişdi. İkinci qardaşı Talıb Yusif oğlu Mahmudov uzun müddət Ərəb Sərvan kənd orta məktəbinin direktoru işləmiş. 1989-cu ildə vəfat eləmişdi. Şirvan Yusif oğlu Mahmudov anadan gəlmə görmə məhdudiyyətli olduğu üçün heç bir məktəbdə təhsil almamışdı. Uşaq vaxtlarından özü Azərbaycan xalq mahnılarını və muğamları oxumağı, həmçinin müxtəlif musiqi alətlərində qarmon, tütək, dəf və s. ifa eləməyi öyrənmişdi. Lap kiçik yaşlarından yaşadığı kəndin toy məclislərində ifa eləmiş, sonralarsa məşhur sənətkarlar Aşıq Şakir, Balaban ustası Həsrət, Respublikanın xalq artisti Habil Əliyev və müğənni Səxavət Məmmədovla el şənliklərində iştirak eləmişdi. Ağsu şəhər mədəniyyət evinin xətti ilə Respublikanın müxtəlif şəhər və kəndlərində konsert proqramlarında çıxış eləmişdi. Gözəl məlahətli səsi olan Şirvan Mahmudov gənc musiqiçilərin Respublika müsabiqəsində iştirak eləmiş, şur muğamı oxumuş və şəxsən münsiflər heyətinin üzvü Xan Şuşinski tərəfindən diploma layiq görülmüşdü. Şirvan Mahmudovun həmçinin ədəbiyyat və şeiriyyata xüsusi marağı olmuş və gözəl şeirlər yazmışdı. Onun 1970-1980-ci illərdə Bakıda Azərbaycan gəncləri, Ağsuda Birlik qəzetlərində bir çox şeirlər dərc olunmuşdu. Xalq şairləri Bəxtiyar Vahabzadə və Musa Yaqub bu şeirlər haqqında öz müsbət rəylərini bildirmişlər. Ölümündən sonra müxtəlif kitablarda Vaqif Yusifli, Yolun düşsə Şirvana, Raqif Nazimoğlu, Sazlı Sözlü Ağsuyum, Canalı Mirzəyev, Gözəl Ağsu və s. haqqında oçerk və məqalələr yazılmışdı. Öz şeirlərindən ibarət kitabı nəşr olunmuşdu. Şirvan Mahmudov 1964-cü ildə ailə həyatı qurmuş. 5 qız, 2 oğlan olmaqla 7 övladı olmuşdu. 1984-cü ildə 48 yaşında qəfildən vəfat eləmişdi. Bugün Şirvan Mahmudovun ocağında 17 nəvəsi, 9 qız, 8 oğlan və 4 qız, 3 oğlan olmaqla 7 nəticəsi böyüyür. Onların arasında həkim, müəllim, mühəndis və müxtəlif peşə sahibləri yetişir. 7 yaşda nəvəsi Şirvansa fəxrlə öz babasının adını daşıyır. Heç mənə deməmiş ayrılıb getdin. Heyif ay cavanlıq, heyif cavanlıq. Vəfalı dostluğa xəyanət etdin. Heyif ay cavanlıq, heyif cavanlıq. Bir də gördüm çıxılmayan dağdasan. Mən dərədə, sənsə güllü bağdasan. Əlim çatmaz məndən çox uzaqdasan. Heyif ay cavanlıq, heyif cavanlıq. Demə gözəllər də sənə baxırmış.
səni yandırırmış, səni yaxırmış. Səndən ayrı düşən necə fağırmış. Heyif, ay cavanlıq, heyif cavanlıq. Yazan mirzələrdir, danışan dilçi. Çaya su göndərən dağlardır, selçi. Biraz yaşın keçsə, gəlməzlər elçi. Heyif, ay cavanlıq, heyif cavanlıq. Mənim ürəyim də, gözüm də sənsən. Yarla danışdığım sözüm də sənsən. Mətanət, dəyanət, dözüm də sənsən. Heyif, ay cavanlıq, heyif cavanlıq.